fikirlə razı deyiləm. İstərsən bu həyatda qabaqda meymunun heykəlləri var idi, oyuncaq suvenir kimi gözlərin tutub, qulaqların tutub, ağzın tutub. İstərsən bu həyatda var olasan, lalkar, kör olasan. Mən o fikirlə razı deyiləm. Bilirsiniz, ümumiyyətlə istənilən düşüncənin, fikrin iki tirəsi var. Bir var özlərinə aid olan hissə, bir də var sənə manipulativ xarakterli, səni kontrolda saxlamaq üçün. Əlbəttə ki, sən Sokratı, Aristoteli oxuyarsan, deyəcək ki, dili qısa elə, filan elə, bəsməkan elə. Nizami deyir ki, sözün də su kimi lətafəti var, çox içiləndə dərd verir su da. Yəni, az danış, filan elə, bəsməkan elə. Həqiqətdə isə özləri elə olmayıb. Nətər Nizami az danışıb ki, xəmsə yazıb, 5 dənə əsər yazıb. Heç dil boğaza qoymayıb. İstəyir Sokratı olsun. Yəni, bunlar ətrafa, necə deyərlər, bu özü də bir rəqabətdir də. Sən az danış, sus. Qoy mən danışım. 2000 ildən sonra mənim statlarım işlənsin. Yəni, o mənada başa düşməyin. Ha ki, hamı Sokrat, Nizami ola bilməz. O mənada gedir ki, şuur xarici aləmin insan beynində inikasıdır, əksidir. Yəni, 2000 il bundan əvvəl Sokratın söylədiyi, indi ola bilsin məktəblinin ilahidən beyni elə evolyusiya təkamül eləyib ki, onun görmədiyi şeyi görə bilər. Yox, sən lalkar, kör ol, hələ yaşa 2000 il bundan əvvəlki ilə, 1400 il bundan əvvəlki ilə, yəni, progres gedir burada, təkamül. Gördün, düşündün, şuurun süzgəcindən buraxdın və o haqda əlbəttə ki, baxır hansı mühitdə. Elə mühit var ki, hələ susmaq yaxşıdır. Əlbəttə ki, hansı mühitdə düşünə bilən intellektual, ziyalı insanların yanında, yaxın hesab elədiyin insanların yanında danışmaq olar. Və həmən o susmaq qızıldır deyən filosoflar heç biri də susmayıb. Əgər sussaydılar, onların bu vaxta kimi statları gəlib çıxmazdı. Hamısının əl qalınlığında kitabları gəlib çıxıb. Bu qədər.